Mətləb Quliyev adına Sumqayıt şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən son zəng mərasimi təhsil bayramına çevrilib. Məktəbin həyətində təşkil olunan tədbir məzunlar, müəllimlər, valideynlər və qonaqlar bir araya gələrək uzun illərin zəhmətinin nəticəsini qeyd ediblər. Mərasim boyu məktəbin keçdiyi inkişaf yolu, qazandığı uğurlar və yetişdirdiyi məzunlar haqqında geniş məlumat verilib. Təhsil müəssisəsinin formalaşdırdığı mühitin gənclərin gələcəyinə necə təsir etdiyi xüsusi vurğulanıb. Tədbirin hər anında qürur hissi və gələcəyə inam ön planda olub. Məktəbin direktoru Ülkər Çəndirlinin fəaliyyəti kollektiv tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərliyi altında məktəbdə innovativ yanaşmaların tətbiqi, şagird nailiyyətlərinin artırılması və müəllimlərin peşəkar inkişafına göstərilən diqqət məktəbin uğurlarını daha da möhkəmləndirib. Təhsil sahəsinə olan sevgisi və məsuliyyət hissi onu kollektivin böyük hörmət bəslədiyi rəhbərlərdən birinə çevirib. Bugün məktəbi başa vuran gənclər yalnız attestat əldə etmirlər. Onlar burada qazandıqları həyat təcrübəsini, vətənə bağlılıq hissini və mənəvi dəyərləri də özləri ilə aparırlar. Məktəb illərində formalaşan xarakter, öyrənilən biliklər və əldə edilən bacarıqlar gələcək həyatın əsas istiqamətləndiricilərindən olacaq. Məktəbdə yaradılan müasir təhsil mühiti şagirdlərin hərtərəfli inkişafına imkan verib. Onlar elm, idman, mədəniyyət və ictimai fəaliyyət sahələrində qazandıqları uğurlarla məktəbin nüfuzunu yüksəldiblər. Bu nailiyyətlər gələcək nəsillər üçün də motivasiya mənbəyinə çevrilib. Son zəng sədaları altında məzunlar yeni həyata doğru addımlayarkən məktəb kollektivinin onlara bəslədiyi ümidlər və inam açıq şəkildə hiss olunurdu.